Bura Azərbaycandır. Bakı vaxtı ilə saat 10:00. Azərbaycan televiziyasının efirində ASTV xəbəri izləyirsiniz. Xəbərlərin 10 buraxılışını Leyla Cavad təqdim edir. Sabahınız xeyir, hörmətli tamaşaçılar, Azərbaycan televiziyasında xəbərlərin vaxtıdır. Aprelin 17-sində Antalyada Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan görüşü keçirilib. İran Xarici İşlər Nazirliyinin sözcüsü İsmail Bəqayə Hürmüz boğazındakı son vəziyyətlə bağlı açıqlama verib. Bəqayə Dövlət Televiziyasına müsahibəsi zamanı Hürmüz boğazında yeni heç nə baş vermədiyini deyib. Aprelin 8-də elan etdiyimiz öhdəliyin icrası davam edir. Ticarət gəmilərinin təhlükəsiz keçidi İranla koordinasiya şərti ilə mümkündür deyə Bəqayə vurğulayıb. Xarici İşlər Nazirliyinin sözcüsü onu da qeyd edib ki, əgər əvvəllər ABŞ hökuməti öhdəliklərinə əməl etməmişdisə, indi Livandakı atəşkəslə bağlı öhdəliyini yerinə yetirmək qərarına gəlib. Əgər qarşı tərəf yenidən əhdini pozsa, İran lazımi qarşılıqlı addımları atacaq deyə Bəqayə əlavə edib. Amerika Birləşmiş Ştatları dəniz blokadasını davam etdirərsə, İran Hörmüz boğazını yenidən bağlaya bilər. Bu barədə Tasnim agentliyi məlumat yayıb. Məlumata görə boğazla bağlı məsələ atəşkəs rejiminə riayət olunmasından asılıdır. Qeyd olunur ki, dəniz blokadası davam edəcəyi təqdirdə bu, atəşkəsin pozulması kimi qiymətləndiriləcək və bundan sonra boğaz vasitəsilə hərəkət bağlana bilər. Agentliyin həmsöhbəti vurğulayıb ki, Hörmüz boğazından keçmək üçün müəyyən şərtlər qüvvədə qalır. Belə ki, xarici hərbi gəmilərin, eləcə də düşmən ölkələrlə əlaqəli gəmilərin keçidi qadağandır. Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Guterres İranın Hörmüz boğazının bütün ticarət gəmiləri üçün tamamilə açmasını alqışlayıb. Guterres bunun düzgün istiqamətdə atılmış addım olduğunu deyib. BMT-nin mövqeyi aydın olaraq qalır. Hörmüz boğazında hər kəs tərəfindən hörmət edilən beynəlxalq naviqasiya hüquq və azadlıqlarının tam bərpasına ehtiyac var. Həmçinin ümid edirəm ki, atəşkəslə birlikdə bu tədbir tərəflər arasında etimadın yaradılmasına töhfə verəcək deyə bəyanatda qeyd edilir. Böyük Britaniyanın baş naziri Keir Starmer bildirib ki, Fransa və Böyük Britaniya Hörmüz boğazında gəmiçiliyi azadlığını qorumaq üçün ciddi şəkildə hərbi missiyaya başlamağa hazırdılar. O, bunu 49 ölkə nümayəndəsinin iştirak etdiyi Paris sammitinin yekununda bildirib. Baş nazirin sözlərinə görə əməliyyat Hörmüz boğazı bölgəsində minaların təmizlənməsinə və gəmiçiliyin mühafizəsinə yönələcək. Almaniya kansleri Friedrich Merz də Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi üzrə hərbi missiyada iştiraka hazır olduqlarını açıqlayıb. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump NATO-nun Hörmüz boğazındakı fəaliyyətlərdə Vaşinqtona dəstək təklifini rədd edib və alyansın faydalılığına şübhə ilə yanaşıb. Ağ Evin rəhbəri bu barədə Truth Social platformasında yazıb. Hörmüz boğazındakı vəziyyət həll olunduqdan sonra mənə NATO-dan zəng edib kömək lazım olub-olmadığını soruşdular. Mən onlara dedim ki, əgər sadəcə gəmilərini neftlə doldurmaq istəmirlərsə, kənarda dursunlar deyə o vurğulayıb. Trump qeyd edib ki, ABŞ-nin həqiqətən NATO-nun köməyinə ehtiyacı olanda alyans faydasız olub. Kağız pələnglər deyə o yekunlaşdırıb. Bu arada Donald Trump 2-3 gün ərzində İranla razılaşmanın ola biləcəyini bildirib.
İsraillə danışıqlar zəiflik və ya geri çəkilmə əlaməti deyil, Livanın hüquqlarından imtina da deyil. Bunu Livan prezidenti Joseph Aoun ölkə vətəndaşlarına müraciəti zamanı deyib. Atəşkəs üzərində işləməkdən millətimizin suverenliyini qoruyacaq daimi müqavilələr üzərində işləməyə keçidin yeni mərhələsi ilə üzləşirik deyə dövlət başçısı bildirib. O əlavə edib ki, Livan hakimiyyəti yarım əsrdə ilk dəfə olaraq qərar qəbul etmək və danışıqları müstəqil şəkildə aparmaq hüququnu ölkəyə qaytarıb. ومن حرصنا على شعبنا أما الآن نقف جميعا أمام مرحلة جديدة. Amerika Birləşmiş Ştatları və İran arasında gözlənilən mümkün görüş diqqət mərkəzindədir. Vaşinqtondan gələn açıqlamalar göstərir ki, tərəflər arasında birbaşa təmasların növbəti mərhələsi yaxın günlərdə baş tuta bilər. Prosesin detalları və son vəziyyətlə bağlı məlumatı bizimlə birbaşa bağlantıda olan xüsusi müxbirimiz Nemət Tahiroğlu çatdıracaq. Salam Nemət, buyurun eşidirik, siz efirdəsiz. Hər vaxtınız xeyir. Vaşinqtondan gələn son məlumatlara görə ABŞ və İran arasında davam edən danışıqlar belə demək mümkünsə daha konkret mərhələyə daxil olur. ABŞ prezidenti Donald Trump bildirir ki, tərəflər arasında təmaslar davam edir və danışıqların ikinci mərhələsinin keçirilməsi gözlənilir. Onun sözlərinə görə bu görüşün yalnız İslamabad şəhərində baş tutacağı planlaşdırılır. Prezident eyni zamanda İranla danışıqlarda iştirak edəcək ABŞ nümayəndə heyətinin tərkibini də açıqlayıbdır. Bildirilir ki, bu prosesdə birinci mərhələdə olduğu kimi vitse-prezident Vance, ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff, prezidentin müşaviri Jared Kushner iştirak edəcəklər. Vaşinqtonun təqdim etdiyi ilkin siqnallara əsasən tərəflər arasında əsas məsələlərin böyük hissəsi üzrə müəyyən yaxınlaşma müşahidə olunur. Prezident Trump qeyd edir ki, razılaşmaya nail olmaq üçün artıq çox az fikir ayrılığı qalır və proses gözlənilən daha sürətlə irəliləyə bilər. Bununla yanaşı mümkün razılaşmanın detalları ilə bağlı da bəzi məqamlar açıqlanıbdır. ABŞ prezidenti bildirir ki, əgər yekun sənəd imzalanarsa, Vaşinqton dərhal İran limanlarına tətbiq olunan dəniz blokadasını dayandırmağa hazırdır. Digər çəkən məqam isə İranın nüvə proqramı ilə bağlı səsləndirilən açıqlamalardır. Trumpın sözlərinə görə Tehran müəyyən şərtlər daxilində nüvə fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmağa razılaşılıbdır. ABŞ mediasında yayılan məlumatlara görə müzakirə olunan variantlardan biri də İranın zənginləşdirilmiş uran ehtiyatı ilə bağlı məhdudiyyətlər qarşılığında dondurulmuş maliyyə vəsaitlərinin bir hissəsinin azad edilməsi ehtimalıdır. Eyni zamanda regionda vəziyyətin əməli tərəfi ilə bağlı yeni siqnallar var. ABŞ Mərkəzi Komandanlığının rəhbəri Admiral Brett Cooper bildirir ki, Hörmüz üzərindən gəmilərin hərəkəti müşahidə olunur. Onun sözlərinə görə gələcəkdə vəziyyətin necə inkişaf edəcəyini görəcəyik. Lakin ümumilikdə nisbin qalmaq üçün əsaslar var. Ümumiyyətlə, hazırki mərhələ göstərir ki, tərəflər arasında intensiv diplomatik təmaslar davam edir və yaxın günlərdə bu prosesin nəticəsi ilə bağlı daha konkret qərarların ortaya çıxması istisna edilmir. Belə, Vaşinqtondan bu saata çatdıracağım son məlumatlar bunlar idi. Təşəkkür edirik Nemət, siz ətraflı məlumatlara görə biz də davam edirik. Albaniyada hökumət əleyhinə keçirilən etiraz aksiyaları, polislə toqquşmalar və kütləvi ixtişaşlarla nəticələnib. Paytaxt Tiranada etirazçılar hökumət binasına tüstü bombaları atıblar. Asayiş keşikçiləri isə buna cavab olaraq gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər. Xəsarət alanlar və saxlanılan şəxslərlə bağlı məlumatları dəqiqləşdirilir. Qeyd edək ki, artıq bir neçə aydır davam edən etiraz aksiyaları hökumət daxilindəki korrupsiya ittihamları ilə bağlıdır. Beynəlxalq Valyuta Fondu Venezuela ilə əməkdaşlığı bərpa edib və ölkəyə maliyyə dəstəyi göstərməyə hazır olduğunu bildirib. Fondun sərəncamçı direktoru Kristalina Georgieva bu barədə mətbuat konfransında bildirib. Onun sözlərinə görə tərəflər artıq aşağı texniki səviyyədə ilkin əlaqələr qurublar. Biz komandanı sahəyə göndərməyə hazırıq. Növbəti addımlar barədə razılığa gəlmək şərti ilə Venezuela üçün maliyyə yardımı proqramı hazırlayacaq deyə direktor qeyd edib. Aprelin 16-sında Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Venezuela ilə əlaqələrin bərpa olunduğunu elan ediblər.
Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı nümayəndə heyətləri arasında yeni iki tərəfli saziş üzrə danışıqların bərpası və tərəfdaşlıq prioritetləri sənədi üzrə növbəti müzakirələrin aparılması məqsədi ilə görüş keçirilib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə müzakirələrdə iqlim fəaliyyəti və ətraf mühit sahəsində Azərbaycan-Avropa İttifaqı dialoq formatının yaradılması, eləcə də COP prosesi, iqlim və ətraf mühitlə bağlı beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülmüş təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Digər mövzulara keçid alaq. Lənkəranda zəncirvari qəza olub. Hadisə Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. 3 avtomobilin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlara zəruri ilkin tibbi xidmətlər göstərilib. Vəziyyəti daha ağır olan bir nəfər reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Bakıda məktəbə qədər təhsilin inkişafı və transformasiyası adlı beynəlxalq forum keçirilir. Bu barədə ətraflı məlumatları birbaşa bağlantıda olan əməkdaşımız Şahnun Qasımova bizə çatdıracaq. Şahnun, buyurun, eşidirik sizi. Bəli, Azərbaycan Pedaqoji Universitetində məktəbəqədər təhsilin inkişafı və transformasiyası birinci beynəlxalq forumu keçirilir. Tədbirdə yerli və xarici mütəxəssislərin iştirakı ilə interaktiv panel müzakirəsi keçiriləcək. Tədbir haqqında isə bizə daha ətraflı məlumatı Pedaqoji Universitetin dekanı Nalə Hüseynova ətraflı məlumat verəcək. Nalə xanım, hər vaxtınız xeyir olsun. Ümumiyyətlə, tədbirin məqsədi nədir və tədbirdə hansı mövzulara toxunulacaq? Bugünkü keçirilən forumun məqsədi fikir mübadiləsi, yeni yanaşmaların formalaşması və gələcək fəaliyyətimizdə həmin yanaşmaların verdiyi tövsiyələrdir ki, bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək. İnanırıq ki, bugünkü forumda söylənən fikirlər, formalaşan yeni prinsiplər, hansılar ki, artıq bütün təhsil sisteminin, eləcə də məktəbəqədər təhsilin tərkib hissəsi olaraq qloballaşma, inklüziv təhsil prinsipləri, rəqəmsal texnologiyaların inteqrasiyası bugün bizim forumda bir mövzular olaraq müzakirə olunacaq və bu sahədə çalışan hər bir mütəxəssis üçün yeni bir yanaşmaları formalaşdıracaq. Beynəlxalq təcrübə, onun öyrənilməsi həm də bu sahədə kadr hazırlığına önəm verməlidir və biz də Azərbaycan Dövlət Pedaqoji Universiteti və Məktəbəqədər Təhsil Fakültəsi olaraq kadr hazırlığı ilə məşğul olaraq tələbələrimizə yeni bilikləri, yaradıcılıq yanaşmaların formalaşmasında maraqlıyıq. Ümid edirəm ki, bugünkü keçirilən forum ənənəvi olaraq davamlı olacaq və hər bir gün iştirakçı üçün burada yeni fikirlər və yanaşmalar önəmli olacaq, fəaliyyətlərinə təsir edəcək. Çox sağ olun ətraflı məlumatınız üçün. Bəli, qeyd edeyim ki, bir neçə dəqiqədən sonra forum başlayacaq. Bizim sizə hələlik çatdıracağımız məlumatlar bunlar idi. Söz sizdədir. Təşəkkür edirik Şahnun sizə ətraflı məlumatlara görə. Süni intellektdən geniş istifadə insan beyninə mənfi təsir göstərərək düşünmə qabiliyyətini zəiflədə bilər. Bu barədə Oxford Universiteti, Kaliforniya Universitetinin apardığı araşdırmada xəbərdarlıq edilir. Araşdırmaya görə insanlar problemləri həll etmək üçün süni intellektə güvəndikcə müstəqil düşünmə qabiliyyətini itirir və daha tez təslim olmağa meyilli olurlar. Alimlər bildirirlər ki, insanlar süni intellektdən istifadənin təsirini dərhal hiss etməsələr də zaman keçdikcə beyin funksiyaları tədricən zəifləyə bilər. İndi isə hava haqqında. Bugün Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq, arabir tutulacaq. Temperatur 16-21 dərəcə isti olacaq. Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur 18-23 dərəcə isti olacaq. Sinoptiklər Bakıda və Abşeron yarımadasında və bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Hələlik bizdən bu qədər, hörmətli tamaşaçılar. ASTV xəbəri izləməyə davam edin. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.